İbrahim Peyğəmbərin adını maşallah hamımız eşitmişik. İbrahim Peyğəmbər Allahın dostudur, ulul əzm Peyğəmbərlərdəndir. İndiyəcən heç fikirləşmişsiniz ki, ya İbrahimə nəyə görə İbrahim deyilib? Kim bilir, burada oturanlar bilən var İbrahim sözünün mənasını. Bizə böyüklər açıqlayırlar. İbrahim, görürsünüz orada həmmi kəlməsi var. İbrahim sözünün axırında. İbr sözü də bəriə sözündəndir, yəni uzaq olmaq. İbrahim, yəni uzaq olub himmət eləyən. Niyə görə İbrahimə uzaq olub himmət eləyən İbrahim deyiblər? Deyir iki şeyə görə. Birincisi budur ki, İbrahim innəma summiyə İbrahim adlandırılıb. Niyə görə? Li'ənəhu, çünki o həmmə gecə gündüz yaxşılıq etməyin fikrində idi. Fəbərrə. Necə eləyim ki, ancaq yaxşılıq eləyim. Deyirlər ki, o ibr sözü bərri kəlməsindəndir. Bər yəni yaxşılıq eləmək. Himdəki həmmi sözündəndir, yəni himməti ancaq yaxşılıq eləmək olub. Fikri, zikri ancaq başqası olub ki, yaxşılıq eləyim. Qarşıdan Qurban bayramı gəlir. Niyə görə müqəddəsdir bu bayram? Çünki insan bu bayramda başqasının fikrində olur. Acın fikrində olur. Paylaşım göstərir. Kəsdiyindən ona da verir. Yetimə verir, fəqirə verir, yoxsula verir. O gün olur, nə olur? Bayram, olur müqəddəs. Niyə? Çünki insan həmin gün çox yaxşı fikirdə olur. Başqasına ehsan etmək fikrinə düşür. Ona görə də Həzrət Əli əleyhissalam buyurur ki, hər zaman ki insan günahdan özünü qorudu, yaxşılıq elədi, itaət elədi, o gün ona nədir? Bayramdır. Bayramdır. Həmin gündə insan üçün başqasına himmət eləyir, fikrində, zikrində başqasıdır, özü üçün götürmür. Qurban kəsir, Allah hamıdan qəbul eləsin inşallah. Deyir o, Peyğəmbər ildə 2 dənə qurban kəsərdi. Biri deyərdi ki, mənim və ailəmin adından, biri də ümmətimdə o insanların adından ki, imkanı olmayacaq, kəsə bilməyəcəklər. Peyğəmbər ildə deyir, hər dəfə 2 dənə qurban kəsərdi. Biri öz adından, biri də ümmətindən o kəslərin adından ki, imkanı olmayıb, kəsə bilməyəcəklər. Allah, ona görə deyirəm ki, Allah hamıdan qəbul eləsin. Çünki hamıya həmin gündə savab var. Niyə müqəddəsdir? Çünki bu adam bugün ancaq fikri yaxşılıq eləməkdir. Deyir, İbrahim Peyğəmbər həmmə fəbərrə. İbrahimin ancaq fikri, zikri bu idi ki, başqasına yaxşılıq eləsin. Şəhid nəyə görə müqəddəsdir? Şəhidi şəhid eləyən nədir? Bu boyda şəhidə dəyər verilir, izzət verilir, şərəf verilir. Nədir? Fikirləşmişsiniz ki, şəhidi şəhid eləyən nədir? Hədəfi, himməti, məqsədi nə olub bunun? Məqsədi haqq olub, ədalət olub. Məqsədi torpaq olub, vətən olub. Əgər bir insanın məqsədi ali şeylər olsa, bəli, onda nə olar? Onun qiyməti çox yuxarı olar. O olar müqəddəs. Sağda qalsa olar müqəddəs, ona deyirlər qazi, canlı şəhid. Ölsə də olar müqəddəs, ona deyirlər şəhid. Fərqi yoxdur ki. Niyyət ki, getdi yuxarı, insan oldu müqəddəs. Bunun niyyəti bu deyil. Həzrət Əli əleyhissalam 3 gün qapısına gələnə verdi. Allah aya göndərdi. Heç 3 gün idi, oruç tutmuşdu, Allah aya göndərmirdi. Amma bir dənə fəqiri gələn kimi qapıya verdi, Allah ona aya göndərdi. Niyə? Çünki insan həmin vaxtı başqasının fikrindədir. İbrahim olub İbrahim, yəni başqasının fikrində olan, ancaq fikri zikri yaxşılıq eləmək olan. Həzrət Əli əleyhissalam oturmuşdu belə qəmli-qəmli. Ağa, nə olub belə dərdli fikirlisən? Göründü nəyin fikrini çəkir abi? Dünya belə insanların müştaqındadır. Belə insanlar gözləyir. Deyir, düz bir həftədir evimə qonaq gəlmir. Gör, nə məqamdadır bu? Qədrur rəcul əla qədri himməti. Qüssəsinin, gör nəyin qüssəsini çəkir. Gör nəyin qəmin çəkir Həzrət Əli əleyhissalam.
Şəhid müqəddəsdir, çünki o öz fikrində deyil, o torpağın, vətənin fikrindədir. O haqqın, ədalətin fikrindədir, o namusun, qeyrətin fikrindədir. Ona görə olur müqəddəs. Birdən öz fikrində olsaydı, o dərəcəyə qalxmayacaqdı. Qurban bayramı müqəddəs, şəhid müqəddəs, nəyinə görədir? Çünki insanın fikri özündən aralanır, mən çərçivəsindən çıxır və başqasının fikrində olur, ona yaxşılıqda olur və onu qorumaq fikrində olur. Neçə dənə hədis yazmışdım, çox eşitməli, qəşəng hədislər idi Həzrət Əli əleyhissalamla, hamısı qalsın, amma bu sözü qutarmaq məcburiyyətindəyəm ki, İbrahim Peyğəmbərə, İbrahim bir də ona görə deyiblər ki, لِأَنَّهُمْ هَمَّ بِالْآخِرَةِ وَبَرِئَ مِنَ الدُّنْيَا. İbrahim, yəni bəriə, uzaq idi, nədən? Minəd dünya. Həmmə bil-axirə, axirətin də daim qəmin çəkirdi, qüssəsini çəkirdi. Axirətə meylənmişdi, dünyadan uzaqlaşmışdı. Ona görə İbrahim olmuşdu, İbrahim. Həzrət buyurur ki, insanın qiyməti onun himmətindədir. Bax gör, nəyi istəyirsən, nəyin eşqindəsən, nəyin arzusundasan, nəyi bu qədər çox istəyib təlaş eləyirsən. Həzrət buyurur ki, Peyğəmbər, mən kanət himmətuhu əkluh, kanət qiymətuhu ma əkələh. Deyir, hər kəsin fikri, zikri, himməti, bütün təlaşı, səyi yemək olsa, qiyməti də yemək qədər olacaq. Bir qab yemək nə qədər eləyir? 10 manat. Bütün fikir, zikir əgər budursa, bıçın yaşayırsansa, qiymət elə 10 manatdır. Çox gözəl sözlər deyir. Hər kəsin qiyməti, fikir, zikir ancaq paltardır. Nə qədər? Qoy olsun bu paltar 100 manat, qoy olsun 200 manat, qoy olsun 1000 manat. Deyir, bütün dərd, qəm, fikir, zikir ancaq bu paltardırsa, qiymət də elə bu qədər olacaqdır. Ey bülbülü qüdsi, nə giriftar qəfəssən, sındır qəfəsi, tazə gülüstan təli. Nə giriftar olmuşsan bu qəfəsdə, bu paltar, yemək, içmək filan, arzu, istək, sındır qəfəsi. Bax gör, təzə bir gülüstan var, yaşamalı bir aləm var. Onun əvəsində ol, onun əvəsində ol. Həzrət Əli əleyhissalam buyurur, istəyirsiniz deyim sizə dünya ilə axirətin fərqin. Baxın bu dünyada, görün axirətə kimlər meyl salıblar, dünyaya kimlər. O dünyaya meyl salanlar kimlər olub həmişə? Fironlar olub, Nəmrudlar olub. Allah onlardan hər kəsə verər. Amma axirətdən hər kəsə verməz. Hər kəsə verməz. Ona görə də insan gərək oranın arzusunda olsun, oranın istəyində olsun. Demirəm bu dünyanın arzu və istəyində olmayasan. Amma onu da olursansa gərək Allaha xatir olasan. Allah üçün olasan və deyəsən ki, mən bu işi Allaha xatir görürəm.